O deyirlər, bir nəfər məsciddə məclis var imiş. Məclisdən bir, eyb yoxdur buna danışım. Deyir, məclis imiş, biri də ac imiş, eşidib ki, orada məclis var. Məclisdən sonra, çıxışdan sonra, şehirdən, məclisdən sonra yemək də verəcəklərdi. Ehsan, bu da elə gəlib oturub, heç belə əhli deyilmiş, məclisin əhli deyilmiş. Gəlib oturur məclisdə, yəni, xütbə gedir, bu da ölür acından, yazıq. Xütbə də qutarmır. Xütbə qutarandan sonra, nə bilim, məddah çıxır, şeir deyir. Gəlib bir yerə çatanda, bəzi yerlərdə, mən bilmirəm, fikir vermişsiniz, yoxsa yox, şeirin beytini deyəndə biri yerdən qışqırır, onu bir də. Yəni, bir dənə dinə o beyti. Bu deyir, şeiri gəlib çatır bir beytini deyəndə o tərəfdə, bu da oturub, yazıq indi ortalarda bir yerdə oturub, bu da qabağında biri var, o şeirin beytini qutaran kimi qışqırır oradan, onu bir də. Onu bir də deyəndə, o da yenə təkrarlayır beyti, bu da dilxor olaraq onu bir də vaxt gedir. Axır, ikinci beyti deyəndə yenə qışqırır arxana, onu bir də, bu bunu deyir. Üçüncü, dördüncü, onu bir də deyəndə axırda istəndə vurur mu? Deyir, sən qurban olaram, diqqətlə qulaq as, qoy kişi bir dəfə desin, yeç. Çıxaq gedə işimiz gücümüz. İndi biri sözə qulaq asmaq üçün gəlir, biri yeməyə. Hərənin bir arzusu var. Hərəmiz bir düşüncədəyik, hərəmiz bir fikirdəyik. Hamı elə deyir ki, yan-bayan oturduq, hamımız eyni düşüncədəyik. Hərənin bir arzusu var, ona görə onu axtarır. İndi bunu dəyişməyəsənsə, arzularını dəyişməlisən. Fikirlərini dəyişməlisən, amalını dəyişməlisən, düşüncələrini dəyişməlisən. Bax, asan deyir də bu işlər. Elə biz həmişə elə başa düşürük ki, mən necə düşünürəm yandakı da, o dəyişməlisən onun fikirlərini. O dünya görüşünü dəyişməlisən.